Buraxılışımızı Ukrayna ilə davam etdiririk. Ukraynanın şərqində qoyunbarma, Donetsk və Lugansk respublikalarında yerli sakinlər qanunverici və icra orqanlarının qurulması üçün keçirilən ümumi seçkilərdə iştirak ediblər. Səs vermənin legitimliyini isə beynəlxalq ictimaiyyət tanımayıb. Separatçı Donetsk şəhərində səsvermə silahlıların nəzarəti altında 3 seçki məntəqəsində təşkil olunub. Separatçıların seçki komissiyasının sədri Roman Lyagin ilkin nəticələri açıqlayaraq, seçki bültenlərinin yarıya qədərinin hesablanmasından sonra Aleksandr Zakharchenko'nun 70% səs toplayaraq onun Qondarma Respublikanın yeni başçısı seçildiyini elan edib. Səsvermədən sonra mətbuat qarşısına çıxan Zakharchenko seçkilərin 4000'e yaxın insanın həlak olduğu bölgəyə sülh gətirəcəyinə ümid etdiyini bildirib. Rusiya seçkiləri dəstəkləsə də BMT, Avropa Birliyi və ABŞ səsvermənin Ukrayna konstitusiyasına və bağlanmış ateşkəsin şərtlərinə zidd olduğunu bildirib. Ukraynanın şərqində ateşkəsin elan olunması haqqında saziş sentyabr ayında imzalansa da Ukrayna qoşunları ilə separatçılar arasında döyüşlər az qala gündəlik şəkildə davam edir.